Salam, bəli, sizin də qeyd etdiyiniz kimi Bakı məhkəmə kompleksində hərbi məhkəmənin hakimlərindən ibarət heyətdə təqsirləndirilən 15 nəfər erməni əsilli, o cümlədən Aray Kartonyan, Bako Sakyan, Arkadi Qukasyan və digərlərinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir. Hazırda məhkəmə prosesində məhkəmə istintaqı aparılır və təqsirləndirilən şəxslər məhkəmə prosesində sərbəst ifadələrini verdilər. Hakim onlara qarşı irəli sürülən ittihamın mahiyyəti, onun hüquqi tövsifi, ittihamda irəli sürülən maddələrin Cinayət Prosessual Məcəlləsində nə qədər ittiham üzrə onları cəzaların gözlənildiyi, həmçinin təqsirləndirilən şəxslərin hüquq və vəzifələrini izah etdi. Bundan sonra məhkəmə prosesində təqsirləndirilən şəxslər sərbəst ifadələrini verdilər və onlar özlərini bu ittiham üzrə təqsirli bilməsələr də ifadələrində Ermənistanın apardığı hərbi təcavüzkar müharibəni və o zaman yaradılmış qondarma rejim, həmin qondarma rejimdə tutduqları vəzifələri, hansı əməliyyatlarda iştirak etdiklərini, qondarma rejimin Ermənistandan hansı əmrlər aldığını və bu əmrləri hansı formada aldıqlarını, hansı əməliyyatlarda iştirak etdiklərini, hətta necə yaralandıqlarını, qondarma rejimin Ermənistan tərəfindən necə silahlandırıldığı barədə məlumatları məhkəmədə öz sərbəst ifadələrində çatdırdılar. Hətta David Manukyan ifadəsində bildirdi ki, onun evində tapılan, üzərində gəzdirdiyi silah Ermənistan polis idarəsində hal-hazırda da qeydiyyatdadır. Təqsirləndirilən şəxslər sərbəst ifadələrində açıq şəkildə istədikləri formada ifadələrini verirlər. Onların hər biri özlərini müdafiə edirlər. Onlar üçün 2 vəkil təyin olunub, 2 müdafiəçi ilə onlar təmin olunublar və eyni zamanda təqsirləndirilən şəxslər istədikləri dildə məhkəmədə ifadə verirlər və bunun üçün də məhkəmə onları həm rus dilində, həm də erməni dilində tərcüməçi ilə təmin edib. Həmçinin məhkəmə prosesində zərər çəkənlərin bir qismi iştirak edir. Qeyd edək ki, bu cinayət işi üzrə 531 mindən çox zərər çəkən var. Məhkəmə prosesində sübutlar, faktlar araşdırılır və cinayət işi üzrə toplanmış sənədlərin, sübutların artıq 50-dən çox sənəd bu prosesdə təqdim olunub, araşdırılır. Və proses hal-hazırda təqsirləndirilən şəxslərə sualların verilməsi və eyni zamanda sübutların araşdırılması ilə davam edir. Bizdən hələlik bu qədər. Biz növbəti buraxılışda da proseslə bağlı sizə məlumatlar verməyə çalışacaq deyərək sözü yenidən mərkəzə studiya ötürürük.